Herkese salam. Kanalıma vloguma xoş gəlmisiniz. Mən Əminə. Bugün sizlərlə kanalımın söz sual-cavab videosu çəkəcəm və sizin verdiyiniz sualları cavablayacağım. Bu arada videonu əslində dünən atacaqdım. Sadəcə dünən çəkməyə vaxtım olmadı. Hazırlıqlardan gəldim və çox yorğun idim. Ona görə də bugün çəkirəm. Bu arada yorum olarak 67 dənə yorum var. Yəni göndəri atmışdım verəcəyim sualları yazın deyə. İndi bir oxuyacağım. İlk sualımız hansı qrupsan? Birinci qrupam Riyaziyyat İnformatika alt qrupu üzrə hazırlaşıram. 9-un imtahanı üçün nə məsləhət görərdin? Səncə imtahanın hazırlaşında telefondan istifadə edə bilərik? Telefondan istifadə edə bilərsiniz. Təbii ki də insanın öz iradəsindən asılıdır. Yəni telefonu necə saat ayıracağını və ya da telefondan dərs üstündə istifadə eləmək, yəni sizin xeyrinizə ola bilər. Mən məsələn 9-cu sinif olanda PDF-lər kitablarım çox ağır olur deyə telefonda PDF-ləri daşıyırdım və sınaqları falan telefondan işləyirdim. Yəni buna görə telefonu bir qırağa atmalısınız deyə bir şey yoxdur. Hər şey insanın öz içində baş verir. Yəni özünüz öz iradənizlə telefonu yalnız dərs üçün istifadə edə bilərsiniz. 9-cu imtahan üçün məsləhət videosu da çəkəcəm. 9-cu 10-cu siniflər üçün məsləhət videosu çəkəcəm. Ona görə bu sualları burada cavablandırmaq istəmirəm. O çəkəcəyim tövsiyə videosunda belə ətraflı cavablandıracağım. Ən sevdiyim yemək. Ən sevdiyim yemək çoxdur. Ən sevdiyim yemək məsələn, yemək deməyək də yeməklər deyək də, çünki həqiqətən çoxdur. Belə yəni yemək seçən bir insan deyiləm, amma ən çox sevdiyim yarpaq dolmasıdır, çox sevirəm. Bir də ki, şalbalıqda aşdır, onu da çox sevirəm. Bu qədər. Amma yəni bütün yeməkləri sevirəm, amma çox sevdiklərim bunlardır. Yəni, bu mövzuda niyə bu qədər danışdım bilmirəm. Burada telefon əyilir. Vakumu yaxşı yapışmır, neysə. Arada onu düzəldəcəm. Ən sevdiyim rəng. Ən sevdiyim rəng yoxdur. Bütün rəngləri sevirəm. Həqiqətən bütün rəngləri sevirəm. Yəni belə spesifik olaraq çox sevdiyim rəng yoxdur ki, hər şeyim o rəng olsun. Ad günüm nə vaxtdır? Ad günüm 12 dekabrdır. Çox səbirsizliklə gözləyirəm ad günümü. Çox ad günü keçirməyi çox sevən bir insan və çox həyəcanlanan bir insanım belə şeylərə həqiqətən də. Yəni bəzi insanlar olur həyəcanlanmır, amma mən çox həyəcanlanıyorum. 9 manifest qızısam, manifest dinləmirəm. Mahnıları qəşəngdir, amma yəni spesifik olaraq hansı bir qızam deyə bilmərəm yəni. Amma o qədər də çox belə fanatı olaraq dinləmirəm. Ən sevdiyim dərs hansıdır? Ən sevdiyim dərs riyaziyyatdır. Riyaziyyatı yazanda özümü çox xoşbəxt hiss edirəm, çox uğurlu hiss edirəm. Digər fənlərə nisbətən riyaziyyatı çox sevirəm. 3-cü yerdə də fizikanı çox sevirəm. 3-cü yerdə də informatikanı qoyaram yəqin ki. Ən axırıncı da Azərbaycan dilində heç xoşum gəlmir. Hansı ixtisas istəyirsən? İxtisasım əslində konkret olaraq bir ixtisas istədiyim deyilə bilməz. İxtisas olaraq ən yaxşı, məsələn, ən çox istədiyim ixtisas cyber security-dir, yəni informasiya təhlükəsizliyidir. Amma informasiya texnologiyaları və kompüter elmləri də pis deyil. Yəni bu telefon əyilir, mən əsəbləşirəm. Yəni onları da yox demərəm yəni. Yəni ən çox istədiyim universitet ADA olduğu üçün, yəni orada da cyber security olmadığı üçün yəqin ki informasiya texnologiyaları deyə düşünürəm. Amma yəni digər universitetlərə də yazası olsam ixtisas seçimində təbii ki də informasiya təhlükəsizliyini yazacağam. Amma belə yəni tək bir ixtisas olaraq istədiyim bir ixtisas yoxdur. Hansı Blackpink qızısan? Blackpink dinləmirəm. K-pop fanatı deyiləm. K-pop dinləmirəm. Sadəcə uşaq vaxtı biraz maraq salmışdım. Yəni belə dinləyib eləyirdim. Amma yəni belə çox da xoşuma gəlmədi də, mənlik şeylər deyil, mənə uyğun deyil, tərzimi yansıtmır. YouTube'a necə başladın? Ailənin düşüncəsi nə oldu? YouTube'a necə başladım deyəndə, yəni mən uşaqlıqdan bəri bu şeylərdən xoşum gəlir. Yəni belə kamera qarşısında danışım, necə deyim, məşhur olum, videolarım izlənsin, YouTube'da video çəkməyəm, belə şeyləri çox xoşlayıram. Amma uşaqlıqda nəsə biraz problemlər var idi və mənə icazə vermirdilər YouTube'a, amma sonradan 11-ci sinifə keçirəm və artıq yəni bir şey demirlər. YouTube'a mən başlayanda ilk olaraq anamın xəbəri var idi. Sonra atamın da xəbəri oldu və heç bir şey demədi. Yəni sadəcə dəstək olurlar. Yəni belə pis bir şey düşünmürlər. Ən böyük istəyim nədir? Ən böyük istəyim belə çox böyük bir istəyim yoxdur, amma hal-hazırda ən böyük istəyim yəni deyim imtahanını verəndən sonra ADA Universitetinə qəbul olmaq olur. Çünki həqiqətən də ADA Universiteti çox xoşuma gəlir. Yəni bir interyer olaraq, bir necə deyim, fürsət olaraq ADA-da çox yaxşı fürsətlər var, çox prestijli universitetdir və buna görə də ADA mənim çox xoşuma gəlir. Həqiqətən də mən orada yaşaya bilərəm. Hətta ADA-nın açıq qapı gününə gedəndə ADA-dan çıxmaq istəmirdim. O qədər xoşuma gəlmişdi. Bizə korpuslar gəzdirirdilər və həqiqətən çox xoşuma gəlmişdi. Yəni çox ayrı bir
necə deyək, dünyaya gedirsən sanki. Yəni Bakının ortasında başqa bir dünyaya gedirsən. Çox gözəl bir universitetdir həqiqətən də. Gələcəkdə maşın alacaqsanmı? Alacaqsansa hansı maşını? Əslində çox xoşuma gələn maşın Porsche-dir. Yəni amma inşallah qismət olar almaq. Bilirəm bunun üçün çox çalışmalıyam, amma yəni belə ən çox sevdiyim maşın oldu. Yəni onu almaq istəyirəm. Ən sevdiyim YouTuber kimdir? Xəyalımdakı maşın, telefon, ev nədir? Ən sevdiyim YouTuber Ecrin Suçovandır. Uşaqlıqdan bəri həqiqətən çox izləyirəm, çox həvəslə izləyirəm. Hətta bəzi yəqin ki bilirsiniz də onun haqqında bir necə deyək, söhbətlər çıxanda, bir məsələlər çıxanda belə mən həqiqətən də inanmamışdım bunların doğruluğuna. Həqiqətən də çox xoşum gəlir də, yəni Ecrin Suçovandan. Yəni onu özümə necə deyim, rol model olaraq görürəm. Xəyalımdakı maşın, telefon, ev. Xəyalımdakı maşını dedim zaten. Evdəki yəni fərqi yoxdur ya, ev olsun. Prosta ki rahat ola biləcəyim. Belə necə deyim, çox böyük villalar falan xoşlamıram. Amma sadəcə yəni necə deyim, özümə yetə biləcək sakit bir ev olsa mənim üçün bəsdir. Xəyalımdakı telefon şu anlıq yoxdur. Çünki zaten 16 Pro işlədirəm. Amma ki yəqin ki universitetə girəndə son model iPhone istəyərəm. Yəni pis olmaz. Hayır deyəməm. 11-də neçə bal gözləyirsən? Gözlənti olaraq düşünürəm ki 650-dən yuxarı bal yığaram. Amma ki yəni bu da imtahanın səviyyəsi nasıl, çətin də ola bilər, yəni asan da ola bilər, hər şey ola bilər. Yəni amma belə digər illərdəki imtahanlara baxanda özümdən 650 plus bal gözləyirəm. İnşallah yəni, inşallah qismət olar. Gitara çala bilirsən və çalmaq istəyərdin. Çala bilmirəm, çünki uşaq vaxtı istəmişəm, amma nəsə qismət olmayıb çalmaq. İstəyirəm, həqiqətən çox istəyirəm. Yəqin ki, universitetə girəndən sonra ilk işlərimdən biri də gitara öyrənmək olar. Çox xoşum gəlir həqiqətən də. Mahnı oxumaqdan da çox xoşum gəlir. Hətta uşaq vaxtı mən həmişə deyirdim, mən gedib necə deyim, müğənni olacağam, musiqiçi olacağam. Səsimi çox bəyənirdim. Yəni bütün gün mahnılar falan oxuyurdum evdə. İndi də bəzən oxuyuram, amma yəni musiqiçi olacağam falan demirəm. Ən sevdiyim musiqi aləti nədir? Elə yəqin ki gitaradır. Gitara deyə bilərəm bu suala. Boyun neçədir? Boyun 1.55-dir. Biraz qısayım, amma olsun. Ən sevmədiyim fən hansıdır? Azərbaycan dili. Özürlü sayım müəllim, amma mən Azərbaycan dili sevmirəm. Oxuyuram, amma sevmirəm. Fənlər haqqında tövsiyə videosu çəkəcəksən. Çəkəcəm. Fənlər haqqında tövsiyə videosu çəkəcəm. Hal-hazırda dərslərdə hansı mövzulardasınız? Riyaziyyatdan sıfırdan başlamışıq. Natural ədədlərdə o gün də Əbu Bəkovu keçdik. Azərbaycan dilinə hələ başlamamışıq. Ən son gedəndə proqramı bitirmişdik. Sadəcə olaraq 11-ci sinif mövzularını keçməmişəm. Çünki 10-cu sinifdə mən getməmişəm hazırlığa, Azərbaycan dili hazırlığına. İngilis dilindən də ismi keçdik, quantifiers'ları keçdik. Fizikadan da unutmuşam hansı mövzuda qalmışıq. İnformatikdən də mövzuları bitirmişik. Fatma soruşub ki, hansı fəndin dərsini sevirsən? Cavablamışdım, amma sırf adımı çək dediyi üçün bu sualı yenə cavablayacağım. Ən çox sevdiyim fən riyaziyyatdır. Bürcün nədir? Oxatan bürcüyəm. İlim nədir? Öküz eliyəm dostlar. Ən sevdiyim musiqi nədir? Ən sevdiyim musiqi yoxdur. Ciddiyəm. Bütün xoşuma gələn musiqilər çoxdur. Amma belə, yəni dinlədiyim musiqilər necə deyim? Ecrin Suçovan dinləyirəm, Emre Boyu dinləyirəm, Çakal dinləyirəm. Eyni zamanda Azərbaycanın da reperlərindən deyirəm. Eyni zamanda xarici musiqiləri dinləyirəm. Yəni çox qarışıqdır. Ona görə də nə bilim Orxan Zeynalı dinləyirəm, Qaraqan dinləyirəm, Röyanı qulaq asıram, Xosiyyə qulaq asıram. Ona görə də yəni burada mən deyə bilmərəm ki, bu musiqini çox sevirəm. Bunu deyə bilməyəcəm yəni bu sualı. K-pop dinləyirsən, K-pop dinləmirəm. Ən sevdiyim kino və film nədir? Ən sevdiyim kino Alice in Borderland'dır. Həqiqətən də məni bu dünyadan qoparan tək kinodur. Çox xoşum gəlir. Gedin izləyin. Mən başqa bir şey demək istəmirəm. Sadəcə olaraq gedin Alice in Borderland izləyin. Film yoxdur. Ən sevdiyim film yoxdur. Bir çox filmlər var, amma ən sevdiyim olaraq bir dənəsini yenə deyə bilməyəcəm. Kod adı Kırlangıç, Harry Potter'da 17 baxmısan, heç birinə baxmamışam. Və mən Harry Potter'ı oxuyub və ya baxmadığım üçün özümü pis hiss eləmirəm. Çünki ola bilər, zövqlər fərqlidir. Amma daha 17-yə bacım baxır və onun fanatıdır, ciddiyəm. Bacımın da 13 yaşı var. Neçə dil bilirsən və hansılardır? Bildiyim dillər Azərbaycan dilidir. Türk dili sayılırsa Türk dilidir. Bir də İngilis dilini bilirəm belə B1, B2 səviyyəsində. Hansı universitet istəyirsən? ADA. Mən ADA universiteti fanatıyam dostlar. Əgər 2-ci, 3-cü, 4-cü, 5-ci qruplarda olsaydın hansı ixtisas seçərdin? 2-ci qrupda olsaydım
biznesin idarə edilməsini seçərdim. 3-cü qrupda olsaydım, hamının istədiyi kimi hüququ seçərdim. Amma mən ədəbiyyat və Azərbaycan dili və tarixi sevmirəm. Mənim həqiqətən heç bu fənlərlə aram yoxdur, heç mənə maraqlı gəlmir. Mən elə bir riyaziyyat, fizika, belə fənlər üçün doğulmuşam da, yəni heç mənim diqqətimi tarix çəkmir. Amma yəni 3-cü qrup olsaydım hüquqşünaslıq seçərdim. 4-cü qrup olsaydım təbii ki də tibb seçərdim. 5-ci qruplarda olsaydım ya aktyorluq seçərdim ya da dizayner seçərdim yəni. Neçə kitab oxumuşam, bədii yoxsa klassik? Çox kitab oxumuşam. Bir dənə düşündüm bu barədə. Biraz düşündüm. Mən Wattpad kitabları oxumuşam, amma Wattpaddan oxumamışam. Yəni kitabları Beyza Alkozun kitablarını falan, yəni çıxandan sonra oxumuşam. Kitabların adı nə bilim, Karantina oxumuşam, Asansör oxumuşam, Enkaz altındakiləri oxumuşam, biraz Yaralasar oxumuşam, deyəsən bir kitabını oxumuşam sadəcə, sonrasını oxumağa səbrim çatmadı. Klassik olaraq da heç nə oxumamışam. Klassik kitablara səbrim çatmır mənim. Ona görə mən tarix sevmədiyim üçün o kitablara da səbrim çatmır oxumağa. Yəni bilmirəm, bəlkə gələcəkdə oxuya bilərəm. Biraz şey oxumuşdum. Franz Kafka'nın Dönüşüm kitabını oxumuşdum, amma onu axıra qədər çatdırmadım. Sonra Veronika Ölmək İstiyor kitabını da oxumuşdum, amma onu da axıra qədər çatdırmadım. Ən sevdiyim musiqiçi, aktyor, aktrisa kim? Ən sevdiyim musiqiçi yəqin ki Əsəl olar, çünki çox sevirəm. Yəni Ömər Sərcan İpəkçioğlu. Həqiqətən də repləri mənim çox xoşuma gəlir. Aktrisa və aktyor yoxdur. Sevdiyim aktrisa və aktyor yoxdur. Ən sevdiyin hobbi. Ən sevdiyin hobbi nədir? Nə bilim, mən Rolex sürə bilirəm. Yəqin ki, Rolex sürməyi deyə bilərəm və yaxud da mahnı oxumaq da deyə bilərəm. Film izləməyi də deyə bilərəm. Amma filmi izləyəndə biraz izləyirəm, sonra ürəyim sıxılır, dayanıram. Kamera qarşısındakı insanla real həyatdakı xarakterin arasında nə kimi fərq var? Çox fərq yoxdur. Hər şeyi paylaşıram, həyatımdakı hər şeyi, hər dəqiqə, hamı ilə. Ona görə də buradakı, yəni insanla, sizin qarşınızdakı insanla həyatdakı insan arasında çox bir fərq yoxdur. Çünki özümü fərqli apara bilmirəm. Kilo və boyun nədir? 45 kiloyam, 1.55 boyundayam. Neçə yaşım var? 17 yaşım var. Hələ tamam olmayıb amma. Hələ uşağım. Heç nəsə səhv edib sonra peşman olmusan. Nə bilim, məncə o qədər də böyük bir səhvim olduğunu düşünmürəm. Bunu da Nurlanla soruşmuşdu bu arada. Ən sevdiyim və ilham aldığım bloger, youtuber Ecrin Suçabandır. Uşaqdan bəri baxıram və həmişə onu özümə ilham almışam. Saçını həftədə neçə dəfə yuyursan, hansı gün? Niyə soruşuram? Çünki saçın heç yağlı görsənmir. Yəni, yağlanmır. Saçım təbii ki də hər insanda olduğu kimi yağlana bilir. Amma ki, saçımın materialı biraz, necə deyə, çox qalın olduğu üçün, göz dəyməsin. Çox qalın olduğu üçün çox tez-tez yağlanmır. Biraz yayda tez-tez yağlanır, amma belə qışda, yəni həftədə bir dəfə yuyuram. Ona görə də yağlanmır ya, bilmirəm. Yağlansa yuyaram, amma yağlanmadığı üçün də yumuram. Yəni həftədə bir dəfə yuyuram, yəni həftədə bir dəfə yuyuram. Amma yayda həftədə 2 dəfə yuyuram. Bilmirəm hansı günlər yuyuram. Yəni hansı günlər yağlı istəsəm o günlər yuyuram. 9-un imtahanında neçə bal topladın? Neçənci zona edin? 9-da 1-də səncə 11-də 1-ci zona olmaq yaxşıdır, yoxsa 2-ci zona? Mən 9-un imtahanında 1-ci zonaydım. 247 bal topladım. Daha doğrusu 246.2 bal topladım. Amma atestatıma 247 yazıblar, yuvarlaqlaşdırıb yazıblar. Birinci zonaydım dediyim kimi. Əgər 11-ci sinifdə neçənci zona olmaq istəyirəm, 11-ci sinifdə 1-ci zona olmaq istəyirəm. Çünki məncə 1-ci zona olmaq daha rahatdır. İmtahanı versən və canı qurtarır. Daha sonra blok imtahanına rahat hazırlaşsan, yəni. Düzdür, aralarında bir həftə var, ya da deyəsən 2 həftə, ya da 1 həftə, bilmirəm dəqiq. Amma ki, yəni 2-ci zona olmaq istəmirəm. Bilmirəm, nəsə xoşuma gəlmir 2-ci zona. İnşallah 1-ci zona olaram. Telefonumun markası. Telefonumun markası 16 Pro'dur. Ən sevdiyim heyvan. Ən sevdiyim heyvan pişikdir. Və mənim anam pişiyin tükündən narahat olduğu üçün, evə töküldüyünü dediyi üçün qoymur bizə pişik saxlamağa. Amma mən çox xoşum gəlir. Yəni pişik istəyirəm. Başa düşürsünüz, pişik istəyirəm. Deyir xəstəliyi var. Amma ki, yəni peyvənd vurdurub evdə yaşatmaq olar. Onda deyəndə də deyir tükləri var. Bilmirəm, nəysə. Gözün üçün eynək taxırsan, gözüm yaxşı görür. Eynəyə ehtiyac duymuram. Birinci qrup olmaq çətindir. Hər qrupun öz çətinliyi var, dostlar. Yəni mən deyə bilmərəm ki, 3-cü qrup asandır və ya da 1-ci qrup çətindir. Mən bunu deyə bilmərəm. Sadəcə olaraq 1-ci qrup mən özüm onu oxuya bildiyim üçün, o fənlərin altından qalxa bildiyim üçün mənim özümə görə çox da asan gəlməsə də mənim üçün orta səviyyədir. Yəni nə bilim, mənə görə mən tarix sevmədiyim üçün mən 3-cü qrup olsaydı bu mənim üçün bir kabus olardı, ciddiyəm. Yəni mən pis olardım. Bu mənim üçün çox çətin olardı. Mənim üçün çox yük olardı. Amma ki mən bu
necə deyək, bu fənləri sevdiyim üçün mənə o qədər də çətinlik olmur, yük olaraq gəlmir. Düzdür, üstümdə stres var. 11-ci sinifəm, çox stressliyəm. Belə çölə vurmasam da içimdə həqiqətən çox stres var. Hər dəqiqə beynimdə düşünürəm, necə olacaq, necə verəcəm imtahanı, necə deyim. Məsələn, hazırlıqda otururam, bir sualı yaza bilməyəndə deyirəm, fisoda, yəni mənim bütün təhsil həyatım bitdi, mən heç bir yerə qəbul ola bilməyəcəm, mən qalacam ortalıqda, amma elə deyil də, yəni 10 sualdan birini yaza bilmədin deyə, bu o demək deyil ki, sənin təhsil həyatın bitdi. Hərdən elə düşünürəm, hərdən də özümü sakitləşdirirəm ki, yəni sakit ola biləm. Yəni bunlar o demək deyil ki, bir sualı yaza bilmədin deyə sən çöldə qalacaqsan. Ona görə də o bir sualında sakitləşib o bir sualın həllini öyrənirəm ki, gələn dəfədə yaza bilim yəni. Mən də birinci qrupam, amma riyaziyyat üçünyəm. Fizika çətindirmi səncə? Fizika çətin deyil. Fizikanı başa düşərək yazanda heç çətin olmur yəni. Çətinlik çəkmirəm. Yazdığım bütün sınaqlardan 150-dən 140 bal yazıram, 140, nə bilim 135 bal yazıram. Yəni bu 10-cu sinif idim mən o sınaqları yazanda. Mənim üçün yaxşı bir nəticə idi. Yəqin ki 11-ci sinifdə daha da artıraram. Yəni mənə çətin gəlmir. Mənə informatika fizikadan daha çətin gəlir. Növbəti sualına davam edirik. Əsmanur soruşub ki, bu həyatda elədiyin ən böyük səhv nədir ki, yadıma düşəndə deyirsən ki, mən bu səhvi eləməsəydim indiki Əminə olmazdım. Belə dediyim kimi böyük bir səhvim yoxdur. Amma ki, həqiqətən bəzi insanlarla dostluq qurmaq, bəzi insanların iç üzünü görmək mənim üçün çox böyük bir səhv idi ki, bu da mənim həyatımı dəyişdirdi, bütün xarakterimi dəyişdirdi insanlara qarşı. Necə deyim? Ona görə də yəni bunu deyə bilərəm ki, bəzi insanlarla yanlış olsa da o dostluğu qurmaq mənim həyatımı yaxşı yöndə etkilədi. Yəni bu səhvi eləmək mənə lazım idi ki, mən indiki xarakterimi özümdə yarada bilim. Digər sualda Nuraydan da həqiqətən o qədər qəşəng sözlər yazıb ki, çox xoşuma gəldi yəni. Bu arada buradan ona çox təşəkkür edirəm. Qəşəng sözlər yazan hər kəsə çox təşəkkür edirəm. Həqiqətən siz mənə çox dəstək olursunuz, çox motivasiya verirsiniz. Yeni videolar çəkməm üçün çox sağ olun. Sual belədir. Gün ərzində dərsə vaxtını neçə saat ayırırsan? Gecə neçədə yatırsan, səhər neçədə durursan? Bir də telefonu gün ərzində neçə saat baxırsan və neçə saat baxmağı tövsiyə edirsən? Gün ərzində dərsə vaxtımı hazırlıqlardan əlavə hazırlıq tapşırıqlarını yazaraq ayırıram. Hazırlıq olmayan günləri də çalışıram ki, yəni digər tapşırıqları bitirəndən sonra əlavə bir şeylər oxuyum. Əgər vaxtım qalsa. Yəni belə deyə bilmərəm ki, gündə 10 saat dərs oxuyuram. Çünki elə alınmır. Yəni mən dururam səhər, gedirəm hazırlığa məsələn də. Sonra evə gəlirəm, tapşırıq yazıram. Yəni mən bilmirəm bu neçə saat çəkir. Hazırlıqla bir yerdə neçə saat olur. Yəni mən özümə deməmişəm ki, gündə mütləq 8 saat dərs oxumalıyam. Bunu demirəm. Yəni çünki söhbət o deyil ki, sən çox oxumalısan, 10 saat oxumalısan, nə bilim 15 saat oxumalısan, yatmamalısan. Söhbət bu deyil. Az oxusan belə, verimli oxusan bu sənin üçün kifayətdir. Yəni ki, 8 saat oxuyub, fikri orada burada olmaqdansa 4 saat oxu, amma fikrini tam dərsə ver, ona fokuslan, ona necə deyək, başa düşərək oxu. Və sən hiss edək ki, həqiqətən də bu 4 saat oxumaqdan sən bir verim aldın. Bu sənin üçün nəyisə inkişaf elətdirdi. Əgər sən 8 saat oxuyacaqsansa və bu səndə heç bir şey dəyişdirməyəcəksə, 8 saatını boş-boşuna vaxtını itirmə deyərəm. Gecə neçədə yatırsan? Gecə yatma saatların dəyişir. Çox yorğun olanda, nə bilim 11-də 12-də yata bilərəm. Çox yorğun olmayanda gecə 2-də 3-də yata bilirəm. Buradan anam mənə əsəbləşir, amma nəysə də, yəni belədə mən nə deyə bilərəm ki? Saat neçədə durursan? Mən tez durmağı sevən insan deyiləm. Mən səhər insanı deyiləm. Məni səhər oyatmayın. Mən səhər oyananda çox çirkef, daha doğrusu oyadılanda çox çirkefləşirəm. Yəni çox pis bir insana dönüşürəm. Mən özümü heç kəs görməsin. Görməyini istəmirəm. Yəni məni elə görməyin. Deyir, çox belə əsəbi oluram. Çünki səhər insan deyiləm deyə səhər oyananda hər yerə nifrət saçıram, hər yerə əsəb saçıram. Ona görə də məktəbim səhər olanda mən üzümdən həqiqətən də nur yağır. Bu qədər görmür olarsın. Çox xoşbəxtəm, dəhşət. Heç xoşlamıram səhər durmağı. Mən 12-dən əvvəl duranda mutsuz oluram. Telefona gün ərzində neçə saat baxırsan? Əvvəllər yay idi deyə çoxlu oyunlar oynayırdım. Roblox oynayırdım və nəyi var da, yəni tətilin dadını çıxardırdım. Nə bilim, YouTube-da bir şeylərə baxırdım, bir şeylər eləyirdim. Amma hazırlıq başlayandan bəri günün 5 saatı, 4 saatı və 3 saatı hazırlıqda olduğum üçün, nə bilim, səhər də 12-dən sonra durduğum üçün, günorta durduğum üçün, orada evə gələndən sonra tapşırıq yazdığım üçün, yorğun olduğum üçün bu telefona baxmağa vaxt qalmır mənə. Əlavə bir şeylərə vaxtım olmur. Hazırda da internetim olmadığı üçün telefona baxa bilmirəm. Yəni telefon, internet yoxdur, nəyə baxacağım onsuz da. Ona görə də
Yəni əvvəllər çox baxırdım. Yəni yay olanda çox baxırdım. Amma mən nə 9-cu sinifdə, nə 10-cu sinifdə dərs vaxtı telefona, hazırlıqlar olan günlər telefona baxa bilmirəm dostlar, baxa bilmirəm. Həqiqətən nə bilim, toplasaq bəlkə dərsdən əlavə deyək də, yolda zadla baxmaqla, nə bilim 3 saat olmaz da bəlkə mən ki başqa işlərlə məşğul oluram telefonda. Ciddiyəm, vaxtım qalmır. Neçə saat baxmağı tövsiyə edirsən? Bu insanın özündən asılıdır. Əgər nə bilim dərs də oxuya bilərsiniz, dərsə görə 5 saatda telefonda vaxt keçirmiş ola bilərsiniz. Ekran sürəniz 7 saata qədər çıxa bilər. Mən spesifik olaraq 1 saat deyə bilmərəm heç kəsə. Sadəcə olaraq çalışın ki, sizdə necə deyək, asılılıq yaratmasın. Boş vaxtlarınızda baxsanız belə sizdə dərsinizə maneəçilik yaratmasın bu. Ona görə də buna diqqət edin. Siz özünüz saatları ona görə uyğunlaşdırın ki, məsələn, bu saatdan sonra telefona baxmamalıyam. Bu qədər baxdım mənim üçün kifayətdir. Yəni hər insan üçün bu dəyişə bilər. Dərs haqqında nələr məsləhət görürsən? Məsləhət videosu gələcək, çox yaxında gələcək. Bu suallara ona görə cavab vermirəm. Orada çox ətraflı danışacağam hər şey barədə. Favori oyunum nə bilim, bəzən oynayırdım. Heyday oynayırdım. Bəzən Roblox oynayıram bu aralar çox. Yəni konkret olaraq favori oyunum yoxdur. Roblox xoşlayıram, Heyday'də xoşlayıram. Universitetə girsəm əgər özümə bir iPad alsam, təbii ki də mütləq Heyday'ı yükləyib oynayacağam. Çox xoşuma gəlir Heyday oynamaq çox. Bir müddətdən sonra düzdür, makinələri almağa pulum çatmır. Onda mən əsəbləşirəm, amma olsun yəni. Axırına artıq mən 100-cü levellara gəlmək istəyirəm Heyday'də. Səyahət etmək üçün 3 ölkə seçsən hansı olardı? Birinci olaraq İspaniya seçərdim. İkinci olaraq İtaliya, üçüncü olaraq Fransa seçərdim. Həyatım boyunca bir ölkədə yaşasam, bu hansı ölkə olardı? Amerika olardı. Çox xoşum gəlir mənim New Yorkdan. Həqiqətən də uşaqdan bəri evdəkilərin başını şişirtmişəm ki, mən Amerikada yaşayacağam, mən New Yorkda yaşayacağam. İnşallah bu günləri görərik və sizə New Yorkdan videolar çəkərəm. İnşallah. Hər kəsin ürəyindəki diləklər qəbul olsun, mənim də inşallah. Öz həqiqi xüsusiyyətim. Mən bu sualı başa düşmədim. Yəni burada gördüyünüz zaten mənim öz həqiqi xüsusiyyətlərimdir. Yəni bu suala necə cavab verim bilmədim. Hansı dilləri öyrənmək istəyirsən? İspan dili çox xoşuma gəlir. Öyrənmək istəyirəm. Alman dili də çox xoşuma gəlir. Onu da öyrənmək istəyirəm. Əgər dünyada hər kəs bir dildə danışsaydı, səncə hansı dil olmalıdır? Məncə İspan dili çox cəlb edici bir dildir. Mən istəyərdim ki, hər kəs o dildə danışsın. Öz dilimi sevirəm. Həqiqətən də çox zəngin bir dildir. Amma ki, İspan dilinin səslənişi çox gözəldir. Yəni çox, necə deyim, yəni ecazkar səslərdir, cəlb edicidir, xoşum gəlir. Yəni insanların səsi belə gözəlləşir də, başa düşürsünüz. Bu kanalı açmanın səbəbi nədir? Yəni hansı fikir səni bu kanala açmağa zorlayıb deyək? Hansı kanaldan məsləhət alırsan? Hansı kanaldan ilham alsan, bu kanalda hədəflərin nədir, necə videolar çəkməyi planlaşdırırsan. Bu kanaldakı konkret olaraq videonun kontentləri deyə bilmərəm ki, məsələn, bu barədə olacaq, bu barədə olacaq. Mən həyatımdan vloqlar çəkib paylaşıram. Mən bugün universitetə hazırlaşıram, hazırlıqlara gedirəm, abituriyentəm, bu barədə vloqlar çəkirəm. Sabah universitet tələbəsi olaram, qismət olar və mən universitet vloqları çəkirəm. Yəni nə bilim, universitet bitəndən sonra da davam edə bilərəm, hər şey ola bilər. Yəqin ki, universitetə girəndən sonra digər sosial medialarda da aktiv olacağam. Yəni, konkret olaraq bir mövzu üzərində deyil kanal. Bu kanal sadəcə mənim həyatımdır, günlük həyatımdandır. Yəni, belə. Başqa bir hədəfim yoxdur. Hansı kanaldan ilham alırsan, hansı kanaldan ilham aldığımı nə bilim, mən həqiqətən uşaqdan bəri Ecilinə baxmışam və o kanaldan ilham almışam. Kanalı açmaqdakı fikrim də, yəni hər hansı bir fikir məni tetikləməyib. Sadəcə olaraq ailəmin də icazə verdiyini gördüm və mən artıq, necə deyim, kanalı idarə edə biləcək qədər böyüdüyümü düşündüm və dedim ki, eləyə bilərəm, yəni artıq eləyim. Çünki hər şey, necə deyim, başlamalısan. Bir şey istəyirsən və ona başlamalısan. Çünki başlamaq belə o yolun yarısı deməkdir. Ona görə də mən də dedim ki, nə vaxta qədər gözləyəcəm. Əgər bunu istəyirəmsə eləyim. Daha sonra bir də nə vaxt video gələr. Bundan sonraki video tövsiyə videosu olacaq yəqin ki. Ondan sonra da yenə günlük vloglarla davam eləyərəm. Bu videodan hardasa yəqin ki hazırlıqlardan vaxt tapım 3-4 gün sonra çəkərəm. Sentyabrın 5-də toy olacaq. O vaxt toy vlogu da gələcək. Onu da çəkəcəm. Niyə makyaj eləmirsən? Ümumiyyətlə mənim xoşum gəlmir fondötəndən falan belə. Üzü çox örtən şeylərdən xoşum gəlmir. Özümü narahat edirəm. Mən
gün ərzində üzümə çox belə toxunan bir insana, belə duran bir insana və mən üzümə zaten o fondöteni çəksəm də, necə deyək, o allıqı çəksəm də o gedəcək, yəni mənim üzümdə qalası deyil. Ona görə də nə bilim, mən yeni makyaj eləsəm belə çox belə ağır makyajlar eləyəcəyimi düşünmürəm. Aksesuar turu gələr. İnşallah onda bir şeydir, shorts videosu kimi ataram yəqin ki, aksesuarları da göstərəndə. Azərbaycan dilindən kitab önərisi tövsiyə videosunda kitablarda önərəcəm sizin üçün. Safira soruşur, YouTube'a necə başladım? YouTube'a dediyim kimi öz istəyimlə başladım. Yəni bu sadəcə, yəni içimdə məni tetikləyən şey mən buna olan istəyim idi. Yəni başqa bir şey deyil, başqa bir fikir deyildi məni tetikləyən. Hansı məktəbdə oxuyursan? Seyid Zəfər Pişəvər adına Humanitər Fənlər Gimnaziyasında oxuyuram. 4-cü sinifi bitirəndən bəri, yəni 5-ci sinif başlayandan bəri o məktəbdə oxuyuram. Sevdiyim və ən sevmədiyim yemək hansıdır? Ən sevdiyim yeməyi bayaq saydım. Ən sevmədiyim yemək borşdur. Görməyə belə tahammül eləyə bilmirəm. Borşu heç sevmirəm. Mərc supunu da sevmirəm. Məcbur qalmasam yemərəm. Kükünü sevmirəm. Göyərtili şeyləri sevmirəm. Göyərti elə bil boğazımda qalır. Yeyə bilmirəm göyərti. Göyərti olaraq sadəcə nanəni, reyhanı, bir də bəzən şüyü yeyə bilirəm. Bir də göy soğan pisi. Adım nədir? Adım Əminədir. Dərs oxuma rutinin necədir? Dərs oxuma rutinimi də tövsiyə videosunda paylaşdım sizinlə. Nuray soruşmuşdu bu arada bunda. Ən birinci telefonun adı nə olub? Bu sualı tam olaraq anlamadım. Amma mənim həyatımdakı ilk telefonum Huawei olub. Daha sonra Redmi olub. Daha sonra da iPhone. Amma Huawei'dən də əvvəl bir dənə planşetim var idi. Onun amma markasını unutmuşam. Hobbin və fobbin nədir? Hobbini dedim. Yəqin ki, rolik sürmək, mahnı oxumaq, nə bilim, mahnıya qulaq asmaq, film izləmək. Fobim böcəklər, dostlar. Başqa heç bir fobim yoxdur. Qaranlıq, yüksəklik, su, heç bir şeydən qorxmuram. Mən böcəklərdən çox qorxuram. Ciddiyəm. Böcək görəndə, yəni tavana qədər tullana bilərəm. Çox qorxuram. Özəlliklə də hörümçəklərdən çox qorxuram. Bir də o nəsə uçanda çox böyük səslər çıxardan böcək var. Belə buynuzlu, geri gedən böcək deyirlər, nə deyirlər? Mən axırıncı dəfə rayona gedəndə ondan gördüm kənddə. Mən çox qorxuram o böcəkdən. O böcək mənə tərəf gəlməsin, xahiş edirəm. Məktəb alış-verişi gələrmi? Məktəb alış-verişini hələ eləməmişik, amma eləyəndə gələcək. Bir-bir aldıqlarımızı sizə göstərəcəm. Hansı şəhərdə qalırsam? Bakı şəhərində qalıram. Birinci qrup çox çətindir. Riyaziyyat bilmirəm, amma fizikanı öyrənəcəm. Səncə birinci qrup seçim. Baxın, birinci qrupda riyaziyyat 250 bal verir. Əgər riyaziyyatınızı gücləndirəcəyinizə inanmırsınızsa, birinci qrup seçməyin. Düzdür, əgər istədiyiniz ixtisas, sevdiyiniz ixtisas birinci qrupdadsa, təbii ki də seçin. Yəni, sevmədiyiniz bir qrupu, bir ixtisas seçməyin. Amma yenə deyirəm, riyaziyyat, yəni fizika ilə əlaqəli bir şeydir. Fizika da riyaziyyatla əlaqəli bir şeydir, bir fəndir. Və riyaziyyat çox bal verdiyi üçün riyaziyyatı bilməyiniz sizin üçün çox böyük bir avantaj olacaq. Ona görə fizikadan öncə riyaziyyatınızı gücləndirin. Zaten riyaziyyatı güclənəndən sonra görəcəksiniz ki, fizikanda zaten başa düşərsiniz. Çünki riyaziyyat məntiqsel bir şeydir. Yəni onun məntiqini tutanda fizikanın da məntiqini tutursunuz dolayısıyla. Bacının adı nədir? Bacımın adı Sunaydır. Yəqin ki, onunla da vlog gələr. Məktəbin ilk günü ya da toy günü onunla vloglar gələcək. Onu da görəcəksiniz. Zaten bəzi vloglarım da var. Amma yəni özünün belə tam çox olduğu vloglar olar yəqin ki. Riyaziyyatı necə yaxşı öyrənmək olar 11-ci sinifdən. Baxıram bu yorumlar çox gəlib. Ona görə də tövsiyə videosunu bacardığım qədər tez çəkməyə çalışacağam. Bacardığım qədər sizə tövsiyələrimi verəcəm, məsləhətlərimi verəcəm. Bəli, bu qədər idi. Sualların hamısını cavabladım. İnşallah gözümdən qaçan sual olmamışdır. Bəlkə də universitetə gələndən sonra yenə sual-cavab videosu çəkərəm. Əgər yeni insanların maraqlı olan bir mövzular varsa, yəni bir müddətdən sonra təzədən sual-cavab videosu çəkə bilərəm. İndilik bu qədər bütün sualları cavabladım. Videoda 30 dəqiqə oldu. İnşallah izləyərsiniz yəni. Biraz suallar çox idi ona görə də. Bacardığım qədər tez-tez danışmağa çalışdım ki, çox uzun olmasın. Hələlik bu qədər. Sonraki vloglarda görüşənə dək videonu bəyənib kanalıma abunə olub yorum yazmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önemlidir.